Salamlayıram, hoş gəlmişsiniz. Çox təşəkkür edirəm ki, burada dəyərli vaxtınızı sərf edib gəlmişsiniz. Doğrudan da hər kəsin bugün işləri çoxdur. Ona görə çox üzr istəyirəm ki, siz işinizdən ayrılmışıq. Bugün bura gəlişimizin əsas səbəbi Azərbaycan Respublikası Qeyri-Hükümət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi Regional Gender Mərkəzi İctimai Birliyinin həyata keçirdiyi bölgələrdə gender problemlərinin təhlili adlı layihə ilə bağlıdır. Demək, bu layihəni biz 5 rayonla 5 bölgədə həyata keçirdik. Demək olar ki, bu sizdə axırıncı bölgədir ki, biz bugün sizinləyik. Mən inanıram ki, bugünkü tədbirimizdə hər birimiz üçün xoş olacaq. Siz müzakirələrdə fəal iştirak edəcəksiniz. Bizim əsas məqsədimiz odur ki, bölgələrdə olan gender problemlərinin araşdırılması və həlli yollarını sizinlə birlikdə müzakirə etmək. Yəni, həll yollarını tapmaqdır. Yəni, bu sahədə biz nə edə bilərik? Hansı işləri görə bilərik ki, gender problemləri baş verməsin? Gender deyəndə nə başa düşürsünüz? Gender nədir? Gender bərabərlik sözüdür. Bərabərlik denir. Yəni, kişi, qadın hamısı bərabərdir. Yəni, bütün hüquqlarda, bütün qanunlarda, hamısında kişi, qadın bərabərdir. Deməli, bizim qanunda olan o bərabərliyimizi biz həyatda bərabər imkanlara çevirməliyik. Bu bərabər imkanlara çevrilməsi də kimlərdən asılıdır? Onun özü də bizlərin özündən asılıdır. Yəni, biz həmin o problemləri özümüz yaradırıq. Yəni, özümüz yaradırıq və o problemlərdən də çıxış yollarını özümüz tapmalıyıq. Gender problemi deyəndə nə başa düşürsünüz? Hansı problemlər var sizdə? Bax, gender o demək ki, yəni ayrı seçkilikdən, hüquqların pozulmasından yaranan problemlərdir. Ayrı seçkilikdən sonra hüquqların pozulmasından yaranan hansı problemləri tanıyırsınız? Tez-tez bax, eşidirsiniz televizorda, mətbuatda, sosial şəbəkədə hansı problemlər var? Məişət zorakılığı eşitmişsiniz, erkən nikah eşitmişsiniz, sonra iqtisadi zorakılığı eşitmişsiniz. Demək, bunlar hamısı hansı problemlə yaranır? Gender problemlərindən yaranır. İndi biz istəyirik ki, həmin o gender problemlərini sizlə təhlil eləyək, araşdıraq, görək bunun səbəbi nədir və bundan çıxış yolu nədir? Gender problemi bilirsiniz ki, biz istəsək də, istəməsək də gender problemləri baş verir. Hər gün sosial şəbəkədə eşidirsiniz ki, ailədə ata oğlu ilə, qızı ilə və yaxud da həyat yoldaşı ilə ya baltalayıb, ya bıçaqlayıb, ya boğub öldürüb, ya ümumiyyətlə münaqişələr yaranır. Bax, bunlar hamısı gender problemləridir. İndi biz gender problemlərini həll eləmək üçün, yəni bu mənim şəxsi fikrimdir ki, biz erkən uşaqlıq dövründən başlamalıyıq. Biz erkən uşaqlıq dövründə uşaqlarımızı elə böyütməliyik ki, uşaqlarımız gələcəkdə o zorakılıqlardan uzaq olsun. Və biz özümüz də nümunə olmalıyıq. Hər birimiz nümunə olmalıyıq. Ailədə valideynlər, ata, ana, uşağın yanında əgər bir münaqişə varsa, onu uşaqla birlikdə həll edirlərsə, gələcəkdə o uşağın tərbiyəsində boşluq olacaq. Həmin o uşaqda, həmin o zorakılıq halları o hiss eləyəcək ki, elə bu lazımdır. Deməli, əgər ata ilə ana münaqişədədirsə, dalaşırsa, gələcəkdə ailə qurandan sonra o uşaq da fikirləşəcək hər şey adi haldadır. Amma ailədə uşaq görməlidir ki, ata anaya, ana ataya münasibəti yaxşıdır, münasibəti xoşdur və yaxud da ailədə tutaq ki, qaynana ilə ananın arasında münasibət yaxşıdır, gələcəkdə o uşaq xoş təəssüratlarla böyüyəcək, yaxşı böyüyəcək, yəni o münaqişədən uzaq olacaq. Amma bugün əgər ata gəlib ananı döyürsə, ona qarşı zorakılıq eləyirsə və yaxud da qadın kişini saymırsa, ona qarşı zorakılıq eləyirsə, gələcəkdə o evdə böyüyən
qız getdiyi yerdə elə fikirləşəcək ki, belə lazımdır və yaxud da oğlan elə ailədə fikirləşəcək ki, elə mən zorakılıq eləməliyəm. Atam necə, mən də elə. Ona görə də gəlin biz bu problemlərin qarşısını vaxtında alaq. Biz ailəmizdə mehriban olaq, bir-birimizə xoş münasibət bəsləyək. Yəni, bu demək deyil ki, bəziləri deyir ki, nə bilim, iqtisadi cəhətdən zəifdir, imkanı yoxdur, ona görə evdə dava-dalaş olur. Ev yoxdur. Lap çörəyimiz olmasa da bizim xoş sözümüz, mehribançılığımız olmalıdır. Əgər mehribançılığımız olarsa, gələcəkdə biz xoşbəxt ailə ola bilərik. Yox, əgər bizim bir-birinə qarşı münasibətimiz narahatdırsa, münaqişə iləndirsə, onda biz gələcəkdən heç nə gözləməyək. Yəni, biz fikirləşək ki, gələcəkdə biz nə cür dağ-dalaş edirirsə, övladlarımızda o cür dağ-dalaşdan yaşayacaq. İstəyərsiniz ki, övladlarımız nəsə narahat olsun, münaqişə ilə yaşasın. Heç kim istəmir ki, övladı narahat ailədə böyüsün, narahat ailədə olsun. Ona görə də biz birinci özümüzdən başlamalıyıq, nümunə göstərməliyik uşaqlarımıza. Məişət zorakılığına qarşı Azərbaycan Respublikasının qanunu var. Bu qanun 2010-cu ildə qəbul olunub və hətta keçən il qanuna dəyişiklik olubdur. Gəlin görək biz o qanunu axıra qədər oxumuşuq. O qanunu axıra qədər oxuyan var içərimizdə. Məişət zorakılığının qarşısının alınması ilə bağlı qanun. O qanunda çox şeylər var. Həqiqətən də o qanun çox gözəl qanundur. Qanunda gözəl həm anlayışlar verilir, həm zorakılığın qarşısını almaq üçün qabaqlayıcı tədbirlərdən, sosial xarakterli tədbirlərdən, hüquqi xarakterli tədbirlərdən, mühafizə orderindən, hər şeydən söhbət gedir. Məişət zorakılığı deyəndə nə başa düşürük? Nədir məişət zorakılığı? Ümumi zorakılıq bir şəxsin, digər şəxsin istəyinə qarşı nədir? Çıxmaqdır. Yəni, bir şəxs digər şəxsin istəyinə qarşı çıxır, ona qarşı zorakılıq edir. Bu ümumi bir zorakılıqdır. Amma məişət zorakılığı yalnız ailə daxilində olan zorakılıqlardır. Yəni, əvvəllər belə vardı ki, qanunda deməli, qanun ilk dəfə qəbul olunanda yaxın qohumluq əlaqələri söhbəti var idi. Ancaq indi yaxın sözü götürülüb, qohumluq əlaqələrində sui-istifadə etməklə edilən zorakılıq nədir? Məişət zorakılıq. Deməli, qohumluq əlaqələrini sui-istifadə etməklə və yaxud da uzun müddət bir yerdə yaşamaqdan sui-istifadə etməklə edilən zorakılıq məişət zorakılığıdır. Məişət zorakılığı, bilirsiniz ki, yaxın qohumluq deyəndə kimlər gedir orada? Ata, ana, nənə, baba, oğul, qız, o evdə yaşayan bibi varsa bibi, xala varsa xala, əmi, dayı, bax bunlar deməli qohumluq əlaqələri ilə deməli əlaqəli olanlardır. Bir də var uzun müddət birlikdə yaşayış. Bu nə deməkdir? Baxın, vətəndaş nikahı ilə yaşayırlar, yəni nikahsız yaşayırlar. Bunun özü uzun müddət birlikdə yaşayışdır ki, ondan istifadə etməklə zorakılıq halları baş verir. Sonra kimsə gəlir, tabi sənin hansısa tələbə yoldaşın olub, əskər yoldaşın olub, kimsə gəlir deyir ki, mən burada işləyəcəm bu rayonda, bu ərazidə. Mənə müvəqqəti yer verin, mən burada yaşayım və ev alanda gedəcəm və yaxud da müəyyən müddətdən sonra gedəcəm. O qalır o evdə yaşayır, amma sonra o sui-istifadə etməklə deyir ki, tutaq ki, gedir ya onun adına kredit götürür və yaxud da hansısa bir işi görür onun adından artıq elə bir ki, ona qarşı bu zorakılıqdır. Yəni, biz bütün zorakılığa yox deyirik. Zorakılığın növləri də bilirsiniz, deməli, məişət zorakılığın növləri var. Fiziki zorakılıq, psixoloji zorakılıq, iqtisadi zorakılıq, cinsi zorakılıq. Gəlin görək, bu zorakılıqlardan ən çox yayılmışı hansıdır? Hansını göstərə bilərsiniz? Ən çox yayılmışı. Ən çox yayılmışı psixoloji zorakılıq. Onu biz gözlə görmürük.
Biz gözlə görmürük onu. Bəzən elə bir ki, bəzi insanlar var, onun gözündən hiss olunur ki, bu zorakılıq qurbanıdır. Amma çox vaxtda hiss eləyə bilmirik. Hansını biz daha yaxşı hiss edirik, görürük? Fiziki zorakılığı. Fiziki zorakılığı. Baxırıq ki, qolu kipistədir, ayağı kipistədir və yaxud da gözünün altı qaralır. O dəqiqə deyirlər ki, ya yoldaşı vurub, nə bilim, qaynatası vurub və yaxud. Yəni, bunu biz görürük, amma psixoloji zorakılığı görə bilmirik. Bəs iqtisadi zorakılıq nədir? İqtisadi zorakılıq maldan, mülkdən asılı olaraq edilən zorakılıqdır. Tutaq ki, 4 dənə qardaşdır və yaxud da 3-5 qardaşdır. Bunların hamısının ata mülkü bir yerdədir. Bu da bir adamın əlində cəmlənib. İndi qardaşın biri ya uşağını oxutmaq istəyir və yaxud da hansısa bir xəstəsi var, o xəstəsi müalicə etdirmək üçün ona pul lazımdır, deyir ki, mən öz hissəmi satıram. O, hansı ki, onun əlindədir, deyir, yox, mən vermirəm. Bax, burada artıq, yəni bunun o imkanı var ki, onu satsın, ya uşağını oxusun, ya xəstəsini müalicə etsin. Amma bir nəfər ona imkan verir. Yəni, bir qardaş ona imkan verir. Bax, bunun özü iqtisadi zorakılıqdır. Eyni zamanda tutaq ki, qadın işləyir, gətirir, kişi o pulun əlindən alır, elə yerə sərf edir ki, artıq elə bil ki, o doğrudan da lazımsız bir şeylərə sərf edir. Bunun özü nədir? İqtisadi zorakılıqdır. Yəni, qadın işləyir, gətirir, qadına tutaq ki, nəyəsə təşləməyə pul vermir, hamısını aparıb qoyur çayxanada. Bax, bunun özü iqtisadi zorakılıqdır. Və yaxud da kişi qazanıb gətirir, qadın onu apar elə yerə sərf edir ki, o lazımsız yerdə. Yəni, bu əslində hər şey ailəyə sərf olunmalıdır. Hər şey ailənin xoşbəxtliyi üçün olmalıdır. Amma burada baxırıq ki, ya kişi, ya qadın iqtisadi cəhətdən bir-birinə zorakılıq edir. Bax, bu iqtisadi zorakılıqdır. Gəlin, indi görək, biz bu zorakılıqlardan nə cür çıxa bilərik? Bu zorakılıqlara yox deyə bilərik biz. Mən sözü verirəm ekspertimiz Saadət xanıma. Saadət xanım öz fikirlərini desin, sonra sizdən müzakirə edilir. Buyurun. Əvvəla hamınıza təşəkkür edirəm. Vaxtımızı ayırmışsınız bu günlərdir. Bölgələrdə gender problemlərin təhlili ilə bağlı Azərbaycan Respublikasının, yəni qeyri-hökumət təşkilatlarının bir layihəsidir ki, biz bunu 5 rayonda keçirdik. Axırıncı rayon Azərbaycan rayonu oluşdu. Yəni, gender problemi deyəndə bölgə üzrə bunları biz ayrı-ayrı şəxslərin öz dilindən eşidirik. O şəxslər ki, bu problemlə bağlı gözəl dəyərli fikirləri olur. Onları qeyd edirik və rayon səviyyəsində həmin problemin çözülməsi üçün müəyyən məsələləri qaldıra bilirik. Yəni, dövlət bir cəmiyyətin formalaşmasında bizim verdiyimiz maarifləndirmə fikirlərindən istifadə etmək üçün biz bu layihəni yerinə getiririk. Layihə ilə bağlı, yəni mən demək istəyirəm ki, gender sözü, ümumiyyətcə gender nə deməkdir? Gender kişi və qadın, hüquq, müdafiə, imkan və digər məsələlər üzrə onların münasibətlərin pozulması deməkdir. Bu problemlər yalnız kişi və qadın hüquqlarının, bərabər hüquq söhbəti var, bərabərliyinin pozulması nəticəsində yaranır. İndi Şəqiyə xanım qeyd elədi, mən bir bölümünün tədarüz formalarını deyəcəm və sizə suallar verəcəm. Gender problemi ilə bağlı tədarüz formaları birinci növbədə təhsillə, təhsil bərabərsizliyi. Birinci nədir? Təhsil bərabərsizliyi. İkincisi, əmək bazarlarında bərabərsizliyi. Üçüncüsü, yəni hüquqi baxımdan müəyyən iqtisadi və siyasi rollu kişi ilə qadının həyatdan qaldığı mübarizəsidir. Bir də məişət zorakılığıdır və digəri gender stereotiplərinin yaratdığı problemlərdir. İndi keçək birinci hüquqi baxımdan təhsilimiz. Təhsil bərabərsizliyi deyəndə mənim məsələsi ki, təhsil deyən kimi insanın qarşısında elm, öyrədici, tərbiyə, belə mövzularla bağlı fikirlər formalaşır. Yaxşı, bu hökumətin qanunvericiliyi əsasında dövlətin kiçik müəssisədən tutmuş böyük müəssisələr, kolleclər, institutlar, yəni bu tərbiyə müəssisələri, öyrədici müəssisələr, bunların arasındakı bərabərsizlik nədən ibarət olur?
Sizcə bərabərsizlik, hansı bərabərsizliklərdir hüquqi baxımdan? Buyurun. Əslində bərabərsizlik onu belə deyə bilərəm ki, məsəl üçün, məktəbdə müəllimələr dərs keçirir. Evdə əlavə dərslər keçirir. İmkanı olan uşağını hazırlaşdırır, imkanı olan uşağını hazırlaşdıra bilmir. Ona görə də bərabərsizlik budur. Yəni, məktəblərdə vaxtında öz müəllimələr öz dərslərini keçirsin, əlavədən uşaqlar hazırlaşdırmasa, bərabərsizlik olmaz, hər şey bərabər olmaz. Bütün uşaqlar toplayalım. Buna baxırsınız. Sonra hansıdır? Hər biriniz bir məktəbdən gəlir. Hansı bərabərsizlik? Yəni, hüquqi baxımdan eyni. Dövlətin qanunu var. İcbari təhsil qanunudur. İbtidai təhsil, sonra orta məktəb təhsili, kollec, ali məktəb. Yəni, bu pillələr getdikcə gedir. Magistratura, doktorantura və s. Yaxşı, burada hüquq pozğunluğu nədən ibarətdir? Burada hansı əsaslarından danışa bilərik ki, təhsildə hüquq pozğunluğu əmələ gəlir, bərabərsizlik gəlir? Hə? Erkən nikah, ibtidai, bəli, ibtidai, necə deyərlər, 13-14 yaşda belə yaş tipləri olan qızların ailədən ayrılaraq bu nikaha cəlb edilməz. Sonra Bəzən nikah yox, oğlan uşaqlar da bəzən işlətmək adından məktəbdən ayrılırlar, bağ deyirlər. Maddi imkansızdır. maddi imkansızlıqla Valideyn hansısa bir itirilməsinin əməklə. Düzdür, bizim risk qruplarımız var, düzdürmü? Bax, bu saatları elə bir qruplar var ki, həmən o risk qruplarına daxil olan uşaqlar, bir də görsən, birinin atası var, birinin anası yoxdur, birinin atası yoxdur, anası var və yaxud da hər ikisi həyatda yoxdur, qəyyumluğa götürülür, saxlanır. Nə bilmək, məktəbdə olan problemlər o qədərdir ki, onları incələnmək çox çətindir. Amma təhsillə bağlı bu, yəni o qruplara cəlb olunan uşaqlar da var, onlarla psikologlar da iş aparır, məktəbdə müəllimlər də iş aparır, nə bilim, çox genişdir. Amma o dərs, yəni uşaqların hüquq bərabərliyinin pozulmasının başqa səbəbi də var. Hansı səbəbdir da? Bax, ibtidai sinifdən görürsünüzmü? Lap başda tipinin gözəl. Burada deyirlər ki, məsələn, qız uşaqları gəlinci ilə oynamalı. Düzdür? Oğlan uşaqları at çapaldılar və yaxud da maşınla oynamalıdırlar. Bunların oyuncaqları da ayrı olur. Uşaq da ona dinlənmə. Oğlan uşağın üstünə qışqırmazlar. Bunun gələcəyi var. Güclü olmalıdır. Bu oğlan uşağıdır, qız uşağıdır, nəcib varlıqdır. Onlar belə tərbiyə olmalıdır. Qız uşağı nədir, evdən çölə çıxdı nədir, nədir qonşuda, niyə boşlanmışsan və yaxud da hardan gəlirsən, hara gedirsən. Görün, oğlana da deyirlər, bir söz söhbəti. Amma qız uşaqları o qədər məhdudlaşdırılır ki, ailədə. Tərbiyəsi kiçik yaşlarından başlayır, məhdudlaşdırılır. Saçı qırpılmasın, saç uzadılsın, oğlanlar saç uzada bilməz, düzdürmü? Və yaxud da ki, oğlan uşaqları oynadığı yerdə qız uşağının nə işi var? Bu problemlərdir də, doğrudan həqiqətən də böyük bir problemdir ki, biz heç vaxt, heç bir ailə razı deyil ki, onun qız uşağı geçsin, oğlan uşaqları cəmləşmiş yerdə oynasın. Və yaxud da qonşuda oğlan uşağı var, iki qardaşdılar, iki qardaşdı qonşuda, onun da oğlu qızı var, bunun da oğlu qızı var. Lakin bunun yoldaşı tibbitçisidir, onun yoldaşı müəllimədir. Deyir ki, tibbitçisi olan uşaqları sərbəstdir. Müəllimə öz uşaqlarının həmişə öz yanından baxır. Yəni, onun baxış, yəni uşaqlara münasibəti tamam fərqlidir. O bilsin ki, tamam fərqlidir. Deyir ki, onun istikanında çay içmək, bu elə qonaq gəldir, bir istikanı götürüm ki, qonqırağa, bu çay içmək olmaz onun istikanında. O birisi deyir ki, o uşaqlar yolu düz gedib gəlmir. Sən iki qardaşdırlar, uşaqları qoymuyorlar bir-birinə, yaxın olsunlar. Belə bir problemlər yaşanır. Ailədə və yaxud da ki, əmi oğlu ilə əmi qızı evlənir, ailəlidirlər. Şərqi müəllimcinin bu haqqında geniş bir fikri də var. Ailədə problem yaranır, indi iki tirəlik yaranır. Bir, nəsildən olan iki oğul bir-birini düşmandırlar. İndi bunun yoldaşı rəhmətə gedir, qardaşı qardaş təlim, qohumları biyasa gəlmirlər. Və yaxud da ki, başqa bir məsələ. Qız uşağı oxuyur, kollecdə oxuyur, belə bir məsələ
yaranmışdı. İntihası bizim zonadan olmamışdı, o da Talaş zonasındandır. Deməli, ata da, ana da, hər ikisi elə bütün övladlığı uşaqları var, ayrı oldular. Bu atanın da qızı oğlu var, ananın da qızı oğlu var. İntihası ayrı-ayrı aileydi, birləşdirə. Onun qızı var, bunun da oğlu var. Bunlar arasında elə bir nətər deyilmi, münaqişə yaranır ki, ata ilə ananın heç söhbətdən xəbəri də yoxdur, amma uşaqlar arasında böyük bir münaqişə yaranır. Vaxt o çatırır ki, bu ailədən olan ananın qızı özün öldürmək dərəcəsinə çatırdı. Aça bilmir, danışa bilmir, söhbət eləyə bilmir. Ailədə olan ailə daxili münaqişədə qız özünü intihar vəziyyətinə gətirib çıxardı. Ailədə deməli, övladlara sevgi münasibəti yoxdur. Ata tərəfdə sevgi münasibəti yoxdur. Uşağa yat kimi baxır. Özünə getdiyi oğlanla qızda elə onun uşaqlarına yad münasibət bəsləyir. Qız getdiyi yerdə dalınca bıçağı atır. Və yaxud da ki, ikisi məktəbdə bir gedir, yolda gedir onun tutur saçından dartır, sürüyüdür. Qız da evdə gəlir, deyir, ay amı, bax, mənə belə eləyirlər, belə eləyirlər, anası deyir ki, kirbala. Dillənmə, bir dəfə həyatın pozulurdu, məhv olur. İndi də sən yalan danışırsan. Ta o vəziyyətə çatdı ki, qız özünün intihar eləsin, öldürsün. Belə vəziyyətlər ailə daxili münaqişənin o törətliyi gender problemidir. Yəni burada biz gizlətmirik ya, hüquq hamı üçün eynidir. Oxuma hüququ var, bu uşaqların gəzinti hüququ var, bu uşaqlarda yemək, içmək, geymək, gəzmək, atanın, ananın məhəbbəti ilə böyümək, qarı-keş uşaqlar olmalıdırlar. Bunlar hamısı var, digər ki, bilinməyən, görünməyən psixoloji zorakılıq var. Uşaqlar arasında bir-birinə, ona görə də bu ailədə bu problem yaranır. Deməli, təhsil problemləri təsminlə ibarət deyil, təhsil problemi həm də uşaqların, qızların məsələn, müəyyən sənətlərə cəlb olunması, oğlanların o sənətdən çəkindirilməsi və yaxud da oğlan güclüdür, bunlar güc nəslinə aiddir, qızlar zərif nəsildir, bu sənəti seçə bilər, məsələn, qız dülgər ola bilməz. Və yaxud da evdə tikinti işi ilə məşğul ola bilməz, patalaq vura bilməz, qızlar at çapa bilməz. Yəni ki, peşə təliminə uyğun olaraq qızların seçimi ayrı olur, oğlanların seçimi ayrı olur. Neslihan xanım özü icma işçidə aparılmışdır, o biz özümüzdə. Eyni zamanda bu qəşəng belə bir ki, bu renk sartımları da Baboy da var, çox az. Öz aramızda. Kişilərin məsələn 90%. Məsələn, sənətkarlıq, texniki iş üzrə onlar hamısı cəlb olunur. Amma qadınlar bu aşağı səviyyədir, məsələn 10%. Və yaxud da təhsil sisteminə gələndə, bax, orta məktəbli uşaqların çoxu oğlan uşaqlarıdır. Bilmirəm, sizin ərazimizdə nətərdir. Bizim ərazimizdə, siniflərdə oğlanlar elə bir 20 nəfər uşaqların 16'sı oğlandır. 20 nəfər uşaqların 16'sı oğlandır. Və yaxud da 20'si oğlandır, heç qız da yoxdur. Yəni, biz ona da onu üzrədik. Biz, deməli, Xocavətdə olanda dedilər ki, bizdə əksinə qızlar çoxdur, oğlanlar alır. Aslında bizdə önəm verilir, bizim rayon. Bax, bölgədəki problemlər Deyirsiniz, bizim axı mental dəyərlərimiz də var. Bizim mental dəyərlərimiz də var. Biz onu tanı bilməliyik. yox, heç kim o mental dəyərlərə dəymir. Yox, yəni Benim məsələ başında kökündə o məsələ var. Mental dəyərlərimiz. Onu da biz heç cürət ala bilmərik. Ondan biz üstündən xət çəkə bilmərik. xət çəkməyək. Bizim bərabər hüquqlarımız kimi bərabər vəzifələrimiz də var. Biz hüquqlardan danışırıq, bizim vəzifəmiz də var. Biz anayıq, biz nənəyik, biz bacıyıq, biz xalayıq, mamayıq. Biz bu vəzifələrimizi yerinə yetirməliyik. Biz kişilər də olur. Mən bildiyim Çingiz Aytmat olur sözü. Deyir, qadını deyir, o vaxt deyir, alçaqdılar ki, dedilər ki, kişi ilə qadının hüququ bərabər. Yox. Hər şeyin veriyorlar. Qadınla kişi bərabər olur. Yenə siz onun mütəxəssisiniz. Amma mən heç cürə qadınla kişinin hüququ bərabər bilə bilmərəm.
Kişi gedir saat 9'dan sonra çöllərdə fırlanır. Görün onun haqqında bir söz deyil. Amma qadına yaraşmır axı, burası da var. Mən bilmirəm, sizin o işinizdir, gəlib eləməlisiniz. Bu da mental həyatı qalır. Yine mental həyatı. Yəni, Yaxşı, bərabərsizlik aradan götürüldü, nə olacaq, nə olacaq, nə baş verəcək? hanım, bir insan tanıyıram. Niyə Bir insan insan tanıyıram. O çörək, uşağına çörək qazanmaq üçün gedir işləyir. Çörək pişirir. Amma görürsən onun haqqında danışan gör, falan kəsin bu vaxtda gəlir. Görün hardan gəlir. Bax, belə şeylər var. Yəni, biz o stereotipləri bizlər verəməliyik. Mümkün deyil. Yox, mümkün olayı. Mümkün deyil. Bizim Biz cəmiyyətə özümüzdən başlamaq, bilirsiniz xanım. Bax, bilirsiniz, biri tutaq ki, mən kimisə barəsində nəsə danışıramsa, deməli, problem düzəlmir. Biz hər birimiz ona, bax, o dediyimiz o baxışdan baxsaq, yəni yaxşı mənada baxsaq, onda bütün problemlər düzələ bilər. Biz o iqtisadi azadlıq deyirsiniz. Mən bildiyim indi bu saatları, bax, öz rayonumuzda deyirəm. Ən azı bir 80% qadının özünün iqtisadi azadlığı var. İşləyir qadınların əksəriyyəti, işləyir, evə də dolanır, işə də əl uzadır, uşaqlarına da yardım eləyir. Bax, məsələ budur, belə söhbətlər olanda, mənə elə bir ki, cürət çatım, çünki 21-ci əsrdir. Biz 19-cu əsrdə böyük, 20-ci əsrdə böyük. Heydər Əliyevin ümumilli liderin, onun əsası qoyduğu dövlətdə yaşayırıq biz. Onun əksini söyləmək istəsəm, ki, 21-ci əsrdir. Üzr istəyirəm, yəni biz demirik ki, iqtisadiyyatımız geridir. Sadəcə olaraq biz deyirik Yox, ki, qadın iqtisadi zorakılıq o deməkdir ki, tutaq ki, işləyirəm, gətirirəm, ailədə kimsə o pulu boş yerə xərcləyir. Yəni, mənə o puldan çatmır. Yəni, mən istəyirəm gözümə tutaq ki, bir paltar alam, onu mənə imkan vermirlər. Bu, iqtisadi zorakılıqdır və yaxud da kişi işləyir, gətirir, qadın onu kül eləyir. Yəni, kişiyə bir sigaret pulu vermir. Yəni, bax, iqtisadi zorakılıq budur. Biz demirik ki, iqtisadiyyatımız gelir. Bugün cəmiyyət Bax, fikir verin. Eyni hüquqa malik olur. Eyni hüquqa malik olur. Öz imkanlarından istədiyi qədər imkanlı şərəfçildə istifadə edə bilmir. Normal ailə baxsa heç vaxt qadının gəlinliyə göstərilmir. Bəli. Normal ki. Qeybət eləməz. Ola Qadınlar deyil, o az faizi hər indi psixi xəstə adamlar çox, mən çox deyil, faiz ablanı deyil. Amma onun nətər olur, psixoloji olmalıca eləmək. Və ya qadın o qədər agresiv olur ki, kişinin olmalı qəlindən süyetkili verir. Yəni özünə hörmət edən kişilər qadının ailəsinə nüfuz edə bilmir. bilirsiniz, qarşılıqlı hörmət olmayanda O az bir faiz, o ailələrdə dövlətdə bizdən bizim Ağzəbərdə yəni militaritetlə şey olur, 3%, 5% edir. O da o bir aləmə baxan da 90%. Həşət Xristiyan aləminə rəhb belə deyək, Avropa kimi. Burada bomboş edir. Alətli şey yox, dəyəri yoxdur. Alətli nazım bilirsiniz, mən özüm Ağcabəddən qohumlarım var, əmim, xalam uşaqları, əmim uşaqları. Mən bilirəm ki, burada erkən nidaq da var, zorakılıqlar da var. Harada yoxdur? biz problemi araşdırırıq. Deyirik ki, bax, onun səbəbini sizdən öyrənir. Bu danışdığımız sözlər, bax elə burada da qalasınız. Buradan çıxandan sonra bunlar hamısı unudulub gedir. Biz Azərbaycanlılarıq, bizim öz qayda qanunumuz var. Qardaşım, qadınam, o deyən məsələlər kim ailəsinə imkan verir ki, o məsələlər başlayır. Özünə hörmət edən insan. Bax, indi Övladlarına imkan Gözünü verir, özünüz ailəsinə. deyilsin, özünü hörmət edirəm. Yönətər. Faizə götürəndə çox azdır. Mən Onun kimə bu elədiyim ailədə qadın gedir, kraska vurmalıdır, yoxsa o, mən icazə verərəm. Vermərəm. Yox, icazədən getmir. Onu yox ki, bir sənət ödəyəcəksin, belə deyək, dərzi olsun, nə bilim, tibb bacısı olsun, qadına yardım, gedib skor kraskalanmalıdır. Nəyə görə? Ali təhsili yoxdur. Amma Qadına hörmət yanaşmaq. Məsələn, mən bilirdi deyərəm ki, sizin istəyirəm seçiminizi. Dərzi olsun. Mənim öz seçimim mən ən çox uşaqlıqda xoşlamışam. o xanımı diliyək, xahiş edirəm, siz danışın. Buyur danışın. Qadınla kişi bərabər ola bilməz. Onlar haqlı bərabər olmaz. Müharibə olanda, savaş olanda ilk kim gedir savaşmağa? Kişilər gedir. Ondan sonra savaşda samolyotludur, ondan sonra toplu, tüfəkdir. İlk kimləri eləyir kişilər? Ağır binalar tikilir, kimləri eləyir kişilər? Qadınla kişiləri biz eyni bərabər eləyə bilmərik, mümkündür. Ha, məsəl üçün, polis, qız da polis ola bilər, oğlan da polis ola bilər.
həkim qız da ola bilər, oğlan. Burada bərabərçilik var, amma ağır işlərdə, bəzi şeylərdə, bəzi şeylərdə kişilərlə qadın eyni ola bilməz, mümkün deyil. Bərabər ola bilməzlər. Lazımdır. Lazımdır. Hamının bir gözəlliyi var. Disbalans, cəmiyyətdə disbalans yaranır. Qadın öz gözəlliyi var, öz cəmiyyətdə yeri var. Qadın ailədə və s. hamısının bir yeri var, gözəlliyi var. Qadın işi görməlidir. Kişi də ona hörmətlə yarışmalıdır. Yəni təsirdən başlayır. Normal ailələrdə belədir, amma da indi anormal adamlar da var. Bundan əlavə hüquq bazarlarında yəni əmək bərabərsizliyi var. Hüquq ümumiyyətcə bazar bərabərsizliyi deyəndə elə nəzərdə tutulmasın ki, kimsə gedir haqqı verir. Yəni o bazar münasibətləri deyəndə eyni hüquqlu işləyən qadın da var, kişi də var, bir idarədə işləyirlər. Kişilərə artıq pul verilir, qadınlara yox. Bu bazar hüququna bağlı olan bərabərsizlik ki, məsələn, əmək bazarında mən artıq pul alıram, sən əsdir. Və yaxud da qadınları qoymur. Müəyyən, məsələn, bayramlarla bağlı olaraq xəstəxanalarda da var, məktəblərdə də var. Qarolçu işləsin. Gecə qarolçusu qadın ola bilər. Onlar 13-cü maaş da alır, artıq da alırlar bayram günlərini, kompensasiyalarını alırlar bayramda işlədiklərini. Amma qadınları icazə verməzlər. Qadın onu bacarmazlar. Bir qarar Biz deyirik ki, qadın bacarmaz. Evdə qadın qorxur. Orada ki, məsələni nəzarət eləsin, ki, məsələ desin ki, burada nəsin. Bax, problemin biri bundan ibarətdir ki, biz eyni hüquqa malikik, yəni hökumət ayırmıyıq ki, sən qadınsan, sən qarolçu işləyə bilməzsən, bu kişidir, bu qarolçu işləyə bilər. Heç kəs deyə bilmir. Deməli, Xocabənddə qadın adicə müəllimdir, ibtidaisinin müəllimidir, gelib imtahan verirdir, özünün ixtisasını uyğun deyil, tamam başqa bir ixtisasdır. 60 bal toparlayıb, həmin ixtisas üzrə də gəlib ki, icraya, orada şöbədə öz yerini tutur. Deməli, bu hüquq bərabərliyidir. Çoxu deyərdi ki, məsələn, bunun pulu var, gedib keçib icraya, orada işləyir. O qadının tutduğu həmən vəzifə, orada qabaqca işləyən kişi olurdu. Çıxırdı, yeri boş qalır, onu vakansiya edirlər. Həmən vakansiyadır, orada görürsünüz vakansiya var. Gedib müəllim özü, ibtidaisinin müəllimi. Özü gedib orada imtahan verir, keçib o yeri, onun sahibi. Yəni, bu hüquq bərabərliyinə aiddir. Yəni, hüquq bərabərliyi gələndə seçmirlər ki, bu gecə qarolçusunda qadın qala bilməz. Bu gecə qarolçusunda kişi olmalıdır. Bacarırsa niyə də olmaz? Təyarəti, qadın ola bilməz. Amma Sovetin dövründə Tereskov ilə Qaqarin, ikisi uçuqlar verir. Bizdə ilk deməli, gender probleminin həllində prezidentimiz İlham Əliyevinə Mehriban xanım bir seçiləcək kimi boşa gedir. Yəni, eyni hüquq kişini icra edir. Və bu, dünya miqyasında iclasların birində həmən iclasda qeyd olunmuşdur ki, Azərbaycan dövləti ki, orada qadın kişi hər ikisi eyni bir vəzifəni şaxələnmiş qolu kimi iştirak edir. Ən gözəl bir nümunədir. Sonra burada var gender stereotipləri. Gender stereotipləri nədir? Məsələn, burada stereotip deyəndə nə demək istiyor? Bugün önceden olan kırılmaz fikirlerle beyazdan səsləndirilən fikirlərin çoxu stereotipdir. Bəzi fikirlər haqqında mən öz fikrimi bildirmək istəyirəm. Mən qulaq asıram. Deməli, mənim ixtisasım coğrafiya müəllimidir. Ölkələr ona görə bu insan qadınların hüquqlarını araşdırmaq, ailədən uşaq sayları ilə bağlı bir neçə problemlərin meydana gəlməsi, yəni bu tip bir məsələləri araşdıran bir insanım, yəni bir hobbi kimidir məndə. Məsələn, bayaq yoldaşımız dedi ki, Azərbaycanda hərbi sahədə kişilər xidmət edir. Yəni mən Azərbaycanda qadınlarda, yəni ümumiyyətcə gender problemində ən böyük problem qadınların öz hüququnu tanımaması, yəni öz dəyərini bilməməsi, belə deyərdim. Məsələn, Azərbaycanda niyə sırf kişilər xidmət edir? Çünki hal-hazırda Azərbaycanda əhali sayı və hərbi sahələri nəzərə alanda hələ ki, qadınların hərbi xidmət göstərməsinə ehtiyac yoxdur, say problemi yoxdur. Məsələn, İsrailə baxaq. İsraildə qadınlarda hərbi xidmət kişilərdən daha üstündür. Məsələn, o dediyiniz topu da, tüfəngi də onlar da ata bilirlər.
nə bilim, qırıcı da idarə edə bilər. Yəni bunların hamısını qadınlar edə bilirlər. Yəni sonra ailə məsələlərinin problemi haqqında da onu deyə bilərəm ki, məsələn, çox uşaqlılıq ilə bağlı bir sıra problemlər meydana gəlir. Məsələn, ailədə niyə kişi və qadın arasında çaxnaşmalar yaranır? Mən daha çox öz müşahidəmdən görürəm ki, uşaq dünyaya gəldikdən sonra üzr istəyirəm. Yəni, əgər, məsələn, bir kişinin, qadının öncədən fikirləşməlidir ki, məsələn, biz psixoloji olaraq, maddi olaraq necə insanı yetişdirə bilərik cəmiyyət üçün? Yəni, birinci olaraq, məncə, anaların psixoloji vəziyyəti ilə buna təsir göstərir. Yəni, o uşağa nə qədər sevgi verə biləcək, o cəmiyyət üçün necə xeyli bir övlad yetişdirə biləcək? Mən inanıram ki, son dövrlər olan gənc nəsillər gələcək üçün daha yaxşı yetişmiş vətəndaşlar, öz hüququnu bilən uşaqlar yetişdirirlər mənim fikrimcə. Demirəm ki, əvvəlki nəsillər, yəni biz də əvvəlki nəsillər böyüdük, bu başa çatdırıbdır. Amma sadəcə biz kişi də olsun, qadın da olsun, öz dəyərimizi bilməliyik mənim fikrimcə. Birinci məsələ stereotipdir də, gəlindən baxır ki, ölü dolana bilmir bunu, gündə bir dənə uşaq gətirirlər. Stereotiplər yolmaz fikirlərdir, məsələn, elə o qəhr səsləndirilən fikirlərdir və biz cəmiyyət olaraq məncə o fikirləri yıxmalıyıq. Sonra, məsələn, qadın və kişi bərabərliyi o demək deyil ki, biz kişi və qadın bərabər olanda qadın, nətər deyim, o lord dəsə cızığına çıxacaq da, yəni bu o demək deyil. Yəni, varsa da, yəni o şəxsiyyəti tam formalaşmamış insandır. Birinci, yəni insan əgər tam şəxsiyyəti formalaşıbsa, məncə onu heç bir situasiya dəyişə bilməz. Yəni, öz şəxsiyyətini formalaşdırmış insan da belə deyil. Və ailə quranda da olan problemlər, məsələn, məncə birinci, qadın və kişi özün tam şəxsiyyət kimi formalaşdırıb, sonra, məsələn, ailə haqqında fikirləşməlidir və bir-birinə zaman ayırıb, tanıyıb, yəni birlikdə yola gedə biləcəklərmi, yoxsa yox, ondan sonra məncə qərar verməlidirlər. Sonra ayrı fikir olanlar. Bax, müasir uşaqlarımız hazırda xarici ölkələri çox olay integrasiya edirlər. Vaxt var idi ki, Heydər Əliyev uşaqları seçildi, onları xarici yoluydu. Təhsil alırdılar, istəyir, neft sahəsində, istəyir, digər sahələrdə. Onlar öyrənirdilər, az bir qism olan uşaqlar idi. Məsələn, Amerika yollaya bilərdilər, Moskva Dövlət Universitetinə yolluyurduq, Chicago'ya, nə bilim, arasa. Onlar orada təhsil alıb gəlirdilər və burada dövlət onlara yaxşı məvadif verirdi, onları yerləşdirirdi. Deyirdi ki, bu xaricin gördüyü, yəni bu xaricdə gördüyü nə varsa onu öyrənib ölkəmizə tətbiq eləməliyik. Biz inkişaf eləməyik ölkək, biz bundan istifadə eləməliyik. Amma hazırda gənclərimiz, xaricdə oxuyanlarımız çoxdur. Bax, İtaliyada da oxuyanlar var, Londonda da oxuyan var, gəlir bizdə Ukraynada oxuyan var, Rusiyada müxtəlif, Almaniyadan belə hər yanda bizim gənclərimiz var. Hələ bu yaxınlarda deməli Azərbaycanda insan orqanlarının plantasiyasıdır, bir institutu açıldı. Çox böyük də ərazini təşkil edir. Yəni bu çox yenilikdir, böyük yenilikdir. Məsələn, biz gedirik, böreğin dəyişən var, beyin dəyişən var, müəyyən orqan xəstəlikləri olanlar var və yaxud da qan köçürmə institutunun, böyük institutunun əlaqəli işçiləri var. Bir bizim universitetdə 10 dənə uşaq bedini tutup bedini təqabillə oxudu. Biz bilmirdik ki, o vaxtın məsələn tələbələrdən nə kimi istifadə olunacaqdır. Müxtəlif fakültələrdə 36 nəfər uşaq göstəriciyə görə prezident təqaüdü aldı. Həmən təqaüd var. Bu problem aradan götürülür. Bu arada götürülür. Sonra ayrı olunur. Biz əsas ayınları bunları təmin edir. Gənc nəsil, həm də yaşlı nəsil öz fikrini bildirsin. Bir də ki, qızım, çox xahiş edirəm, siz fikirlərinizi yazın qısaca. Bir-iki cümlə danışmaq istəmişsiniz, yazın. Düzdür. Qeyd elədik ki, dediyim fikrini deyəndə, yəni bununla bağlı fikrini yazı deməyirik. Bax, oraya yazılmışdı ki, köşkün kimi yaşayırsınız, yoxsa? Valideynlər elə gəlir, köşkün kimi gəlir. Valideynlər doğuşalmışdı. İndi bir məlumatı da deyim ki, Yox, heç yox idi. mən eyni zamanda Qaçqın və Məcburi Köşkünlərin İşləri üzrə Dövlət Komitesi yanında
İctimai Şuranın üzvüyəm. Əgər nəsə hansısa bir problem varsa, nəsə evlə bağlı, nəyləsə bağlı deyə bilərsiniz. Yəni, mənim nömrəmi götürərsiniz, müraciət edərsiniz. Mən birbaşa çatdıra bilərəm. Yəni, biz o kitabxanda iştirak edirik. Təhsilin ödənişli olmasına az bağlayan tələbələr var, universitet tələbələr. Məsələn, onlar təhsil ödənişsiz olsa, birinci il, o çox gözəl. Yəni, mən ona bir problem ki, məsələn, bölgədən daxil olduğum universitetə gedib təhsil ödənişlidir. Məsələn, 5000 manat ödənişi olan ixtisaslar. Bu məsələn problemi. Sonra sosial problemi gəlince uşaq bunun verilməməsi məsələn, reallıqda bir problemi. Bunlar düzəlsə, ən azı cəmiyyətdən əlavə dövlət dünyası. Problemin biri də ictimai vəzifələrə Sizin quruma təşəkkür edirik ki, yaxşı ki varsınız, gəlib belə aşılayırsınız bizə hər şeyi, var olun, hər zamanda sizə minnətdarım. Çox sağ olun. Deməli, biz hansı qərara gəldik, hansı təklifi səsləndirdik ən yekunda. Yəni, biz maarifləndirməni gücləndirməliyik. Yəni, hər bir kəs öz hüququnu və vəzifəsini bilməlidir. Əgər ailədə hər kəs hüququnu, vəzifəsini bilsə, onda qarşılıqlı hörmət də olacaq və sağlam cəmiyyət də olacaq. Bəli, əlbəttə. Vaxtınızı almam ama bir kəlmə. Bu İmişlidə bir qadın vardı,